EKG nədir? Elektrokardioqraf ürəyin biyocəryanlarını müəyyən etmək üçün istifadə olunan cihazdır və bu zaman fotokağız üzərində xüsusi bir əyri yaranır ki, buna da elektrokardioqramma deyirik. Belə ki, EKG vasitəsilə biz impulsların ürəkdə necə ötürüldüyünü müşahidə edərək, deməli, onun ürəyin necə döyündüyünü müəyyən edə bilirik. Bunun üçün ürəyin quruluşuna baxdıqda, ürəkdə sağ qulaqçıqda sinus düyünü yerləşir və bu sinus düyünü vasitəsilə impulsların ötürülməsi nəticəsində qulaqçıqların sistolası baş verir və qulaqçıqların sistolası baş verdikdə elektrokardioqramma üzərində P dişçiyi yaranır. Bundan sonra isə impuls atrioventrikulyar düyünə 2 ilə göstərilmiş hissədə, oradan isə hiss dəstəsi ilə deməli, mədəciklərə ötürülür ki, nəticədə mədəciklərin sistolası yaranır və bu zaman mədəciklərin sistolası QRS kompleksi ilə deməli, başlayır. T ilə isə bu sistolanın sonu sayılır və bundan sonra T ilə P arasındakı məsafə isə ümumi diastola, yəni 0,4 saniyə dediyimiz faza ilə bitir. Belə ki, EKG-ni echo ilə müqayisə etdikdə, echo isə yalnız ürəyin quruluşunu, yəni burada olan qapaqların, eləcə də damarlarının quruluşunu müəyyən etmək üçün istifadə olunur.